Salam, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər, necəsiz? Hər birinizi salamlayıram. Bu sualı mən oktyabr qrupunda izah eləmişdim deyə, oradan ekran görüntüsü alacağam. Bunu sizə ödənişsiz qrupa da atmışdım. 2025-ci ildə düşmüş sualdır bu sual. Bəli, Şəhran müəllimə, cavab 120-dir. Və bunu göz yumulu işləməliyik də biz. Ayıb olar. Bu 7 imtahana sizə belə bir sual düşdü. Vallahi billah ayıb olar ki, siz bunu işləməsəz. İndi bunun hər iki yolla izahını verəcəm. Məlikə müəllimə 7 imtahanı düstur yadından çıxdı. Nətər olacaq? Birinci düsturla deyək, 100 dərəcə bərabərdir 80 dərəcə plus x bölünsün 2. 200 bərabərdir 80 plus x-a, x bərabərdir 120. Bu Zöhrə müəllimə mənə dediyi düstur idi. Mən də yazdım. Məlikə müəllimə elə deyir orada. Bir də düsturu unutdusa əgər, bura 80 dərəcədirsə, onda burada 80 dərəcədir. Üçbucağın, bura bir alfa desək, üçbucağın xarici bucağı, ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. Deməli, alfa bucağını tapdım 20. Həqiqətən də 20 ilə 80-ın cəmi 100 edəcək. Tənbərin olduğu üçün burada olacaq 20. Bu, əgər 100 isə bunun içərisində 100 olacaq, çünki qarşılıqlı bucaqlardır. Bura 100, bura 20-dirsə, üçbucağın xarici bucağı x, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 2 dəfə üçbucağın xarici bucaq xassəsindən istifadə edib yazdım. Müəllimlər, izah elədim, izahı yəni burada çəkdim daha doğrusu. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Bu tip videolardan xəbərdar olmaq istəyirsinizsə, bildirişləri də açın ki, oradan neynəsin, bu tip videolar sizə gəlsin. Ümumiyyətlə, ödənişsiz qruplarımıza qoşulmaq istəyirsinizsə, 055 841 61 11 nömrəsinə yaza bilərsiniz, qoşula bilərsiniz. Orada bilirsiniz ki, biz ancaq həftədə bir dəfə ödənişsiz dərs keçirik. Tamamilə ödənişsizdir, heç bir sonra sizə ay bunu ödəniş eləyin, davam eləyək falan filan yoxdur. Bunu mən bilirsiniz də məni illərdir tanıyırsınız. Düz imtahan gününə qədər bunu bu şəkildə eləyəcəm. Sağ olun müəllimlər.